Allah'ın salamı, rəhməti, bərəkəti, əfv olsun hər kəsə. Əziz dostlar, bugün mən Zabrat 1-də şəhid Kamran qardaşımızın, balamızın evindəyəm. Gördüyünüz doğmalar anası və bizim əzizimiz, qardaşımızdır. Və bu ev bərəkətli bir evdir, çünki şəhidin ruhu burada var. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Kamran balamızın, deməli şəhid balamızın qardaşı Loğmanın övladı dünyaya gəlib, Allah xoşbəxt eləsin. Ona indi ad qoyuruq. Hələ şəhid Kamranın o cəsarətli adını biz Kamran balamıza qoyuruq, Loğman oğlu. İnşallah mən adını oxuyuram və təbii ki, burada ailə üzvləri də var. Dualara qoşulacaq Allahın izni ilə. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Əşhədü ən la ilahə illallah, əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Resulullah sallallahu aleyhi və aleyhi və səlləm. أشهد أن محمد رسول الله صلى الله عليه وآله وسلم. أشهد أن مولانا ومقتدانا أمير المؤمنين عليا حجة الله وصي رسوله. أشهد أن مولانا عليا حجة الله وصي رسول الله. حي على الصلاة، حي على الصلاة، حي على الفلاح، حي على الفلاح، حي على خير العمل، حي على خير العمل. الله أكبر، الله أكبر، لا إله إلا الله، لا إله إلا الله. Allahümme barik ismuhu Kamran İbni Loğman. Allahümme barik ismuhu Kamran İbni Loğman. İlahi, yeni bir ad koydu bu körpüye. Loğman oğlu Kamran. Kamran Loğman oğlu. Allah bu adı buna mübarek eləsin. Vətəninə, xalqına, dövlətinə, bayrağına xidmət edənlərdən olsun. Allah hörmətli bir şəxsiyyət qərar versin. Allah onun nənəsinə, babasına, doğmalarına, ata-anasına can sağlığı versin və sevdiyi bütün insanlar buradadır. Allah onlara da can sağlığı versin. Allah başımızın üstündə olan bayrağımızı, Azərbaycan bayrağı, dünya bayraqlarının içində uca eləsin. Allah xəstələrimizə şəfa versin. Allah müharibəni, münaqişəni yer üzündən götürsün. Allah Kamran balamızın davamlı olaraq bir gözəl bir bacı da Allah Teala nəsib eləsin. Muhammed, Ali Muhammed'e xatir. Allah mübarək eləsin. Allah bərəkətli eləsin inşallah. Təbrik edirik.